Bugün dünyada Əhl-i-Beyt tərəfdarları İslam Peyğəmbəri Həzrət Muhammed Salavatullahın əziz nəvəsi İmam Hüseyn əleyhissalamın şəhadətinin 40-cı gününü qeyd edirlər. İraq mətbuatının verdiyi xəbərə görə bu münasibətlə milyonlarla zəvvar Kərbəlaya toplaşıb. Bugün səhər saatlarından başlayaraq tədbirlərdə yüzlərlə mərsiyəxanlar və şairlər iştirak edirlər. Əzaya gələnlər sıra-sıra düzülüb sinələrinə və başlarına vuraraq İslam Peyğəmbərinin qəmli günündə onunla bir olduqlarını izhar edirlər. Verilən məlumatlara görə təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə baxmayaraq zəvvarlara qarşı terror davam edir. Qeyd edək ki, əza məclisləri İranda və Azərbaycanda da xüsusi olaraq qeyd edilir. Azərbaycanda dövlət telekanalları və qəzetləri adətən qar yağandan sonra müvafiq dövlət qurumlarının gücləndirilmiş iş rejimi ilə işləməsi, yolların tam olaraq təmizlənməsi ilə bağlı işlərin görüldüyünü xəbər verirlər. Düzdür, bəzi yollar təmizlənir. Bu yolların qardan təmizlənməsinin səbəbi isə bu yoldan prezidentin və ya yüksək vəzifəli məmurların keçməsidir. Bəs qarın yağması nə ilə nəticələndi? Təhsil naziri rəsmi olaraq məktəblərin bu qara hazır olmamasına görə məktəblərdə tətil elan etdi. Magistrallarda qarın təmizlənməməsi avtomobillərin asta sürülməsinə, bu da öz növbəsində tıxacların meydana gəlməsinə səbəb oldu. Bəs yolların qarlardan təmizlənməsinə məsul olan nazirlik və ya idarələrin öz vəzifələrinə əməl etməməsi minlərlə vətəndaşın hüququnun kobud surətdə pozulması demək deyilmi? Axı niyə qocalar, qadınlar və uşaqlar yeni avtovağzaldan 20 yanvar metrosuna kimi piyada getməlidir? Bu şeylər xalqa xidmətdirmi? Bugün Türkiyənin İstanbul şəhərində NATO ölkələrinin müdafiə nazirlərinin toplantısı keçirilib. Türkiyənin ev sahibliyi etdiyi və 52 ölkənin müdafiə nazirinin qatıldığı toplantını NATO'nun baş katibi Andres Rasmussen açıb. NATO'nun baş katibi Əfqanistanda təhlükəsizlik güclərinin cari il ərzində Əfqan hərbçilərinə dövr ediləcəyini bildirib. O, Əfqanistana əlavə hərbi qüvvələrin göndərilməsi məsələsinə 36 ölkədən dəstək aldıqlarını deyib. İclasda çıxış edən Türkiyənin müdafiə naziri Vəzdi Gönül bəyan edib ki, NATO öz qarşısına ölkədə vəziyyətə nəzarət edə biləcək döyüş qabiliyyətli Əfqan ordusunun və polisinin yaradılması vəzifəsini qoyub. Qeyd edək ki, tədbirə Türkiyənin prezidenti Abdullah Gül də gələrək bir neçə görüş keçirib.